Ziyarət-i Aşurada bir cümlə var. Mən istəyirəm o cümlə haqqında diqqətinizə çatdıram. Qeyd olunur ki, İlahi səndən istəyirəm, səndən sual eləyirəm. Əlləzi əkrəmə məqaməkə və əkrəməni bikə ən yərzuqəni talabə tarik mə'a imamin mənsuri min əhli beyti Muhammedin sallallahu aleyhi və səlləm. Yəni deyirik ki, ya Hüseyin, Allah ki səni hörmətli eləyib, səni kəramətli eləyib, səni ki bu məqama çatdırıbdır. Ya Hüseyin, mən Allahdan istəyirəm, əkrəməni bikə, mənə də Hüseynə verdiyin o kəraməti, o şərəfi, o ləyaqəti, o məqamı mənə də ver. Və ilahi, mən istəyirəm ki, Peyğəmbər əhl-i beytindən olan Qalib İmam Hüseynin önündə sənin intiqamını alan Həzrət Hüccətin dəstəsində olan, bax bu sözü biz həmin o ziyarət-i Aşurada qeyd edirik. Əgər diqqət eləsək ki, bu duada iki mətləb əsas mühümdür. Deyirik ki, Hüseyncan, Allah sənə yüksək məqam verdi. Allah səni kəramətli elədi, məqamını yüksəltdi. Biri budur. Həzrət Hüseyn əleyhissalamı bunu qeyd edirik. İkincisi mətləb nədir? Deyirik ki, əkrəməni bikə. İndi istəyimiz var. Ya Hüseyn, mən istəyirəm ki, Allah səni yüksəltdi o məqama, məni də yüksəltsin.